Salam, 5-ci sinif Azərbaycan tarixindən 34-cü dərsimizə keçirək. Dərs 34. Nizami Gəncəvi. 12-ci yüzillikdə Azərbaycanda mədəniyyətin bütün sahələrində yüksəliş baş verdi. Bu dövrün ən böyük mədəniyyət xadimi dahi Azərbaycan şairi Nizami Gəncəvidir. Gəncə şəhərində dünyaya göz açan şairin əsl adı İlyas olmuşdur. Nizami onun təxəllüsü olub, sözləri nizama düzən deməkdir. Valideynlərini erkən yaşlarında itirən Nizami dayısının himayəsində böyümüşdür. Nizami Gəncəvi iş təhsilini Gəncə mədrəsəsində almış, müxtəlif elm sahələri üzrə mükəmməl biliklərə yiyələnmişdi. Qədim Yunan tarix və fəlsəfəsini öz dövrünə uyğun astronomiya, tibb, kimya, fizika, həndəsə elmlərinə aid məlumatları dərindən öyrənmişdi. Dahi Nizami doğma Azərbaycan dilindən başqa fars, ərəb və yunan dillərini də yüksək səviyyədə bilirdi. Bütün ömrünü Gəncədə keçirən Nizaminin yaşadığı dövrdə ona müdric, şeyx deyə müraciət edirdilər. Şair Afaq adlı xanımla ailə qurmuş, onların Məhəmməd adlı bir oğlu olmuşdur. Nizami öz ailəsinə sonsuz bir məhəbbətlə bağlı olmuşdur. Oğluna daim ata qayğısı ilə yanaşan şair ona daha faydalı bir peşə seçməyi məsləhət görmüşdür. Hərçənd sənətin çox rütbəsi var, həyatda faydalı bir elmi axtar. Məhəmmədin şeirə və şairliyə həvəsi var idi. Nizami o dövrdə şair olmağın çətinliyindən, bu yolda uğur qazanmağın ağırlığından bəhs etmiş, onu bu yoldan çəkindirmək istəmişdir. Şeirdən ucalıq umma dünyada, çünki Nizami ilə qurtardı o da. Xalq içərisində Şeyx Nizami kimi tanınan dahi şair Gəncə şəhərində əbədiyyətə qovuşmuşdur. Onun məqbərəsi şəhərin yaxınlığında Şeyx düzü, yəni Şıx düzü adlanan ərazidə yerləşir. Bunu bilmək maraqlıdır. Abbasqulu Ağa Bakıxanov özünün Gülüstan-ı İrəm əsərində Nizaminin məzarı haqqında məlumat verərək yazır. Onun gözəl bəzədilmiş türbəsi indi Gəncə şəhəri yaxınlığında yerləşir. Bilirsinizmi, Nizami məqbərəsinin hündürlüyü 22 metrdən çoxdur. Ənkəsi milli ornamentə uyğun olaraq 8 güşəlidir. Şairin sərdabəsi abidənin daxilində, onun lap aşağı hissəsindədir. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən Tuncdan abidə yerləşir. Məqbərənin yaxınlığında Nizami Gəncəvi muzeyi inşa edilmişdir. Muzey turistlərə məqbərəni ziyarət etməyə, həm də şairin həyat və yaradıcılığı haqqında geniş məlumat öyrənməyə imkan yaradır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü qoyulmuşdur. Nizami yaradıcılığı. Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə yazdığı 5 poemadan ibarət xəmsə, yəni beşlik müəllifi kimi daxil olmuşdur. O əsərlərində ayrı-seçkiliyə yol vermir. Şairin qəhrəmanlarının içərisində türk, fars, ərəb, çin, hind, yunan və s. xalqların nümayəndələri ədalət, xalqın xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır. Nizami təvazökar, əməksevər, gözü tox, başqaları ilə mülayim rəftar edən insanı ləyaqət sahibi hesab edir, hamını belə olmağa səsləyirdi. Onun şeirlərində haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz var idi. Cəsarəti, hünəri, mərdliyi dönə-dönə tərənnüm edən şair, mərd olmaq yaxşıdır dünyada hər an, mərdlik ilə çatar arzuya insan, deyirdi. Nizami əsərləri ilə Azərbaycan ədəbiyyatına yeni ideyalar və obrazlar gətirmişdir. İdeal qadın, əməkçi insan və ona sonsuz hörmət, məhəbbət, ədalətli insan, ədalətli şah, ədalətli cəmiyyət, təbiətə münasibət. Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Onun yaradıcılığında vətən məhəbbəti, doğma xalq yolunda qəhrəmanlıq ön plana çəkilir.
Nizami insanları israfçılıqdan, dünya nemətlərindən artıq istifadə etməkdən və bəd əməllərdən uzaq olmağa çağırırdı. Şair insanlara mənalı yaşamağı tövsiyə edirdi. Böyük sənətkar ədaləti, insanpərvərliyi, təmiz məhəbbəti, dostluğu, əməksevərliyi, doğruluğu tərənnüm etmiş, xeyrin qalib gələcəyinə öz dərin inamını bildirmişdir. Dahi şair Nizami təvazökar insan olduğu üçün sadə həyat tərzi keçirmişdir. O, sarayda yaşamaqdan, saray şairi olmaqdan imtina etmiş, azad yaradıcılığa üstünlük vermişdir. Nizamiyə görə kimsə başqalarına möhtac olmasa, azadlığın zövqünü dada bilər. Farsça yazan türk şairi. Nizaminin Azərbaycanlı olması onun əsərlərindən aydın görünür. Böyük şair, alim və sənətkar yeri düşdükcə hansı xalqa mənsub olduğunu açıq şəkildə bildirirdi. O, əsərlərini Azərbaycan və digər türk hökmdarlarının sifarişi ilə yazmış, ya da onların adına yazıb göndərmişdir. Şairin yaşadığı dövrdə fars dili saray ədəbiyyatının əsas dili hesab edilirdi. Şərqin bir çox müsəlman alim və şairləri öz əsərlərini bu dildə yazırdı. Ona görə də Nizami əsərlərini farsça yazmağa məcbur olmuşdur. Nizami əsərlərində qadına xüsusi hörmətlə yanaşır, aslanın erkəyi dişisi olmaz deyir. Nizaminin əsərləri miniatür sənətinin inkişafına təkan vermişdir. Miniatür, qədim kitablarda incə, rəngli şəkillərdir. Ölkəmizdə Nizami yaradıcılığının öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, kitabları nəşr edilmişdir. Şairin Gəncə, Bakı və Avropanın bir çox şəhərlərində heykəlləri ucaldılmışdır. Bilirsinizmi? Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi mərkəzi fəaliyyət göstərir. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Onun anadan olmasının 880 illiyi münasibəti ilə 2021-ci il Azərbaycan Respublikasında Nizami Gəncəvi ili elan edilmişdir. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Nizami Gəncəvi nə üçün müdrik şəxs hesab edilirdi? Nizami Gəncəvi dövrünün ən böyük mədəniyyət xadimi və dahi şəxsiyyəti idi. Onun müdrik bir şəxs hesab edilməsinin əsas səbəbi müxtəlif elm sahələri üzrə dərin və mükəmməl biliklərə sahib olması idi. O, qədim Yunan tarixi və fəlsəfəsini, eləcə də öz dövrünün astronomiya, tibb, kimya, fizika və həndəsə kimi elmlərini dərindən mənimsəmişdi. Bundan əlavə, dahi şair doğma Azərbaycan dili ilə yanaşı, fars, ərəb və yunan dillərini də yüksək səviyyədə bilirdi. Məhz bu geniş dünya görüşünə və elmi savadına görə insanlar ona müdrik və şeyx deyə müraciət edirdilər. Nizami Gəncəvi həyatda faydalı bir elmi axtar dedikdə nəyi nəzərdə tuturdu? Nizami Gəncəvinin bu öyüdü onun xəmsəsinə daxil olan poemalarında, xüsusən də gənclərə və öz oğluna müraciətən söylədiyi nəsihətlərin ana xəttini təşkil edir. Şair demək istəyirdi ki, vaxtını boş, mənasız işlərə deyil, sənə dünyada ad-san qazandıracaq, xalqına xeyir verəcək və həyatını dürüst yaşamağa kömək edəcək biliklərə sərf et. Nizaminin məqbərəsinin yanında muzeyin açılmasının əhəmiyyətini izah edin. Məqbərənin yanında muzeyin fəaliyyət göstərməsi həm yerli sakinlər, həm də turistlər üçün böyük əhəmiyyət kəsb edir. Ziyarətçilər dahi şairin məzarını ziyarət etməklə yanaşı, muzey sayəsində onun həyatı, zəngin yaradıcılığı və fəlsəfəsi haqqında daha ətraflı məlumat əldə edə bilirlər. Bu, Nizami irsinin gələcək nəsillərə ötürülməsinə və Azərbaycan mədəniyyətinin daha dərindən tanıdılmasına xidmət edir. Nizaminin insani keyfiyyətləri təbliğ etməkdə məqsədi nə idi?
Nizami Gəncəvinin insani keyfiyyətləri təbliğ etməkdə əsas məqsədi ədalətli cəmiyyət və kamil insan yetişdirmək idi. O inanırdı ki, dövləti idarə edən hökmdarlar mərhəmətli və ədalətli olsa, xalq rifah içində yaşayar. Eyni zamanda Nizami dürüstlük, elmə sevgi və zəhmətkeşlik kimi dəyərləri aşılamaqla insanların mənəvi baxımdan ucalmasını və cəmiyyətdəki zülmün xeyirxahlıqla əvəz olunmasını istəyirdi. Onun üçün insanın ən böyük dəyəri mənşəyi və ya sərvəti deyil, malik olduğu gözəl əxlaqı idi. Şairin dünya şöhrəti qazanmasına hansı faktlar sübut edir? Nizami Gəncəvinin dünya şöhrətli şair olduğunu sübut edən əsas faktlar bunlardır. Onun əsərləri bir çox xarici dillərə tərcümə olunaraq geniş yayılmış və qədim miniatür sənətinin inkişafına güclü təsir göstərmişdir. Şairin xatirəsinə təkcə Azərbaycanda deyil, Avropanın bir çox şəhərlərində heykəllər ucaldılmışdır. Həmçinin İngiltərənin Oxford Universitetində onun adına mərkəzin fəaliyyət göstərməsi Nizami irsinin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini təsdiq edir. Bəli, bu qədər. 35-ci dərs öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.